Jungle. Salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran sizləri salamlayıram. Bugün 28 fevral 2026-cı ildir. Həftənin 6-cı gündür və Göyçay maşın bazarının fəaliyyətdə olduğu gündür. Xatırladaq ki, və artıq bilirsiniz ki, Göyçay maşın bazarı hər həftənin 6-cı günü xidmətinizdədir. Hava hələ tam açılmayıb, saat deməli səhər 06:37, yəni 7-yə qalıb 23 dəqiqə. Mən də artıq evdən çıxmışam. İnşallah ki, kəndin çıxışına doğru irəliləyib, oradan Göyçay maşın bazarına yola düşüb və Göyçay maşın bazarında olan avtomobillərin qiyməti haqqında sizlər üçün çəkiş edəcəm. Hava yağışlıdır, bilmirəm indi bazarda maşın çox olacaq, az olacaq. İnşallah ki, gedib görərik. Baxıram, yaxın iki çəkişimdir ki, yəni belə deyək, maşın çəkişidir ki, baxıram ki, baxış az gəlib. Bilmirəm nədəndir. Kommentarlarda görürəm. Keçən dəfə çəkişdə dedim, yəni bir çox yəni yazılara fikir verək. Mənim çəkişimə həm belə deyək, yaşlı insanlar, həm zənan xeylalları, xanımlar, həm uşaqlar baxır. Ona görə də kommentarlarda yazılara fikir vermək mütləqdir. Tənqid eləyə bilərsiniz, amma təhqirə əsla yol verməyək. Nəsə, çox danışmayaq. Bu danışığım çoxlarının, yəni belə deyək, xoşuna gəlmir. Mən də yəni giriş videosu çəkməyə məcburam. İnşallah yollanıq maşın bazarına, hava açılmağını gözləyəcəyik və çəkişə başlayacağıq. Və xatırladaq ki, belə deyək, 9000 abunədən yuxarıyıq, sözün açıq 9100 abunədən yuxarıyıq və məqsədimiz 10.000 abunə olmaqdır. Ondan sonra daha yəni yüksəklərə qalxmaqdır. Mən də bu videonu çəkib sizlərdən həm bəyəni, həm abunə sayı istəyirəm və bu videonu maksimum səviyyədə dostlarınızla, tanışlarınızla paylaşmaq, sosial şəbəkələrdə WhatsApp, TikTok, Facebook, Instagram və digər sosial şəbəkələr üzərindən videonun linkini dostlarınızla paylaşa bilərsiniz. Bu da mənə yeni baxış sayı, yeni abunə sayı deməkdir. Belə, çox danışmayın, vaxtı uzalmayım. Yollanım Göyçay maşın bazarına. Maşın bazarının girişindən sizlər üçün çəkişə davam eləyəcəm. İzləmədə qalın. Bir daha salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, salamlayıram bir daha sizi. Göyçay maşın bazarının girişindəyəm, hava yağışlıdır. Maşın bazarında da maşınlarımız var. Azdır, çoxdur, olana bərəkət. İndi sizlər üçün ilk öncə bazarın girişini ön tərəfdən çəkiş edəcəm. Daha sonra bazarın daxilinə, içərisinə daxil olacağıq və bazarda olan avtomobillərin qiyməti haqqında maraqlanacağıq. Göyçay maşın bazarının girişidir. Yenə də bazara gələn maşınlarımız var. Gördüyünüz kimi bazarımızın girişində avtomobilə və bazarın içərisinə doğru yavaş-yavaş, asta-asta irəliləyəcəyik. Görək bu həftə bizləri hansı maşınlar, hansı qiymətlər gözləyir. Asta-asta daxil oluruq. Hava yağışlı olduğuna görə bazarda maşınlarımız azdır. Yenə də deyirəm, olana bərəkət. Deməli, Prioramız var, Çeşkamız var, 06, 011, digər Çeşka, 06, Infiniti QX3, 06. Burada da bir 4 gözümüz var. Və inşallah ki, bismillah eləyib bazarımıza, çəkişimizə başlayacağıq. Allah hər kəsin işini avand eləsin, bizlər də onun içində. Ya Allah, bismillah, çəkişə başlayaq. Dəyərli, hörmətli YouTube izləyiciləri, 06 həvəskarları, sizlər üçün Göyçay maşın bazarında metalik rəngindən bir dənə Vaz 2106 markalı avtomobilin çəkişini eləyəcəm. Maşın İkram babamızındır. Salam aleyküm İkram baba, sabahın xeyir olsun, bazar olsun. Məlumat alaq, zəhmət olmasa. Biri 2001, Karokla 5. Aha. Motor? Motor 06. 06. Aha. Yağ yeməyi, atmağı, Eşli. difrində səsi Eşli. yoxdur. Qiymət.
Qiyməti 4700 döyücü gün. 4700 sondur yoxsa razılaşma olur? Sonu 4000. Yo, Razılaşma olacaq. Cüzi bir endirim oluna bilər. Telefon nömrü alaq. 051 354 44 69. Adım da İkram babamızın maşına görçəklə baxmaq mümkündür. Bəli. Hansı maşından barter maraqlıdır yoxsa Heç nə. pula ehtiyac var? İkram babanın nömrə üstündə verilir. Nömrənin 1000 manat qiyməti var. 1000 manatdan yuxarıdır ki, aşağı deyil. Nömrədə hədiyyə olaraq Hədiyyə olaraq üstündə veriləcək. Təmiz vazdır. təmiz var. Təmiz vazdır. Deməli İkram babamızdan məlumat aldıq. İli 2001-dir. Motor 06, korobka 5. Motor yağ yemir, korobka atmır. Baxın göstərə Yağı da təzə bilərəm. dəyişmişəm, Yağı da devam. yeni dəyişilib gördüyünüz kimi. Bax burada bilkası var. Akkumulatoru yeni, motor yağ yeməyi yoxdur. Korobka 5'dir, Gələn atmağı. ustasıyla gəlsin. Aha, gələn ustası ilə gəlsin. İkram baba bunu qeyd elədi. Deməli korobka 5'dir, atmağı yoxdur. Baxın, stəkan yerin. Hansı, yəni baxın, çiçək kimi. Çiçək, svarka dəyməyib Bəli, beşlə. marka dəyməyib. Belə. Cüzi xırda rəngə ehtiyacı var. Start qiymət 4700 manat. Real alıcıya təbii ki, maşının yanında cüzi bir endirim olunacaq. Barter maraqlı deyil. Nağd satışdır. Nömrə üstündə hədiyyə olunacaq. Gördüyünüz kimi qəşəng nömrəsi var. İkram baba telefon nömrəsini qeyd elədi. Sizə əgər bu 06 maraqlı gələrsə, İkram babanın qeyd elədiyi əlaqə nömrəsi ilə zəng vurub, elə bax bu 06 ilə maraqlana bilərsiniz. Bəli, audio sistemi də öz yerində, maqnitola kolonkada öz yerində. Yenə də qeyd edirəm, əgər bu maşın sizə maraqlı gələrsə, qeyd olunan əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu maşın. YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, çeşkə həvəskarları, sizlər üçün Göyçay maşın bazarında metalik edib bir dənə çeşkə çəkəcəm. Ağsaqqalımız yanımızdadır, üzün görsən məni istəməyib. Salam aleyküm Ağsaqqal, bazar olsun. Qısa bir məlumat ala. İli neçənci ildir? 96. 96 motor, 18 bez nomer. bez nomer motordur. Belə avtomatdır? Mexanika. Mexanikadır. 5 skorsuda, soxcumançı. Bəli. Motor, korobka, xadoboy sistemi. Lap onlarda bir dənə problem. Problem, bir dənə cüzi kosmetik şey ehtiyacı var. Evet. Qiymət 5,5. sondur yoxsa razılaşma olacaq? Razılaşma olar. Oladı. Telefon nömrünüzü eşitdi. 050 876 80 72. 050 876 80 72 adınız Nazım. Nazım dayımız. Nazım dayı hansısa maşınla barterə gedərsən Xeyr, xeyr. pula ehtiyac var. Nazım dayımızdan məlumat aldıq. Deməli ili 96 18 mexanika. Motor, korobka, xadoboy sistemi əla. Bir dənə kosmetik şey ehtiyacı var. 55 nömrə ilə də Şəki əhalisinə salam olsun. Baxırıq. Baxın, salon belə vəziyyətdə 4x4-ü də podyomnikdir. Bu rezinlər hamısı təzədir deyə qapı biraz çətin, yəni belə deyək, bağlanır. Tam yəni möhkəm vurmaq lazım ki, bağlansın. Baxaq bir dənə yuh yerinə də. Burada da ay maşallah, kənd həyatın işi də bax belədir. Maşının yuh yerində. Baxırıq bir dənə, baxın akkumulyator, ehtiyat təkər normal, akkumulyator normaldır belə deyə, ehtiyat təkər yerindədir və gəldik salonun sürücü tərəfdən. Ya bismillah. Baxırıq. Bir dənə bunu belə deməli 558.029 558.029 kilometr probek. Yenə də deyirəm 4 şah avtomatik qalxıb enir. Salon hissəsi yaxşı və bir dənə qaldıraq oranı zəhmət olmasa, orada nəzər yetirək. Rezinlər hamısı yenidir deyə. Deməli 1.8 motordur. Nazım dayımızın dediyinə görə motor yağ yemir. Yemir. Bəli, qram da yağ yemir. Belə çəkdik, göstərdik. Nazım dayı da məlumatları verdi, telefon nömrəsi də qeyd elədi. Sizə də bu Mercedes maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, Priora həvəskarları, sizlər üçün Göyçay maşın bazarında Priora markalı avtomobilin, Lada Priora markalı avtomobilin çəkini eləyəcəm, məlumatları da özüm verəcəm. Deməli maşınımızın ili 2010-dur. Motor, korobka,
xazovoy sistemi əla vəziyyətdədir. Maşınımızın belə deyək, modeli Lada 2171. Priora Lada 2171. Bütün funksiyaları işlək vəziyyətdədir. Motor, korobka, xazovoy sistemi əla vəziyyətdədir. Maşının real deyiliş qiyməti bugünkü günə 10.000-dir. Real alıcıya təbii ki, maşının yanında baxandan sonra endirim olunacaq. Maşın sahibinin nömrəsini qeyd edirəm. Sizə maraqlı olsa zəng eləyərsiniz. 050 716 2039. Bir daha qeyd edirəm. 050 716 2039. Maşın sahibinin adı Qara babamızdır, Qara əmmimizdir. Maşına təbii ki, göçərdə baxmaq mümkündür. Baxın, salon bu vəziyyətdədir. Bütün funksiyalar, sideniya qızdırıcısı, nə bilim, park radarı, arxa görüntü kamerası, hər bir şey işlək vəziyyətdədir. İndi bunun arxasını içərdən açacağıq inşallah və xatırladaq ki, maşınımız pult sistemidir. Onu da qeyd eləyək. İki şüşənin avtomatik qalxıb enməyi, ön şüşələrin, yan güzgülərin tənzimlənməyi və baxırıq, deməli 390.691 kilometr orijinal yürüyüş və həm mühərrik yerin, həm də yük yerin çəkib göstərəcəm sizlərə. Deməli, baxın, yük yeri, burada bir yüngül yükümüz var. Yük yeri belə vəziyyətdədir. Çəkib göstərəcəm. Baxın, üzlənib maşın sahibinin istəyinə uyğun olaraq belə vəziyyətdə 2 dənə orijinal Pioneer kolonka arxasında və arxa görüntü kamerası bəli mövcuddur və keçək maşınımızın ön tərəfdən çəkişini eləyək. Motor da gördüyünüz kimi belə vəziyyətdədir. Belə çəkdik, göstərdik, məlumatları da qeyd elədik. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibi Qara əmmimizin telefon nömrəsini sizə qeyd elədim. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Xatırladaq ki, nömrə üstündə qalacaq. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, Infiniti həvəskarları. Sizlər üçün Göyçay maşın bazarında Infiniti QX3 markalı avtomobilin çəkişini eləyəcəm. Deməli, məlumatları da yenə özüm qeyd eləyəcəm. İlk öncə Allah hər kəsə qapısında öz istədiyi maşını qismət eləsin inşallah ki. Və bu maşınımız həqiqətən canavar bir maşındır. İli 99'dur. Motor 3.3 benzindir. Avtomat korobkadır. Bu maşının da bütün funksiyaları işlək vəziyyətdədir. Motor, korobka, xazovoy sistemi əla vəziyyətdədir. Üzr istəyirəm, Infiniti QX4'dür bu. Çox üzr istəyirəm sizlərdən. Əsl ov maşınıdır da, belə deyək. Ov həvəskarları üçün əla bir seçimdir. Baxırıq, maşınımızın salonu çox ideal vəziyyətdədir. 4 şüşənin 4'ü də avtomatik qalxıb enir. Və yük yerinə nəzər yetirəcəyik. Baxın, yük yeri gördüyünüz kimi belə vəziyyətdədir. Maşının da yük yeri çox genişdir. Və buradan belə bir çəkək göstərək. Və xatırladaq, nömrə üstündə qalacaq. Ehtiyat təkər yerində. Və gəldik maşınımızın ön tərəfdən, sürücü tərəfdən salonda 4 şən avtomatik qalxıb enməyi gördüyünüz kimi razdatka işlək vəziyyətdədir. Belə və bunun bir dənə qapını örtək. Mühərrik yerində çəkib göstərəcəm sizlərə. Bir dəqiqə. Aha. Baxın, 3.3 benzin. Motor, korobka yenə də qeyd eləyirəm, problemsiz. Motor yağ yemir, korobka belə deyə gecikməsi falan yoxdur. Start qiymət bu maşına 9.000'dir.
Real alıcıya təbii ki endirim olunacaq. Bu maşının da sahibi qara əmimizdir. 050 716 20 39 nömrəsinə zəng vuraraq bu maşın haqqında da ətraflı və geniş məlumat ala bilərsiniz. Dəyərli hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, sizlər üçün Göyçay maşın bazarında Vaz 2106 markalı avtomobilin çəkini eləyəcəm. Məlumatları da özüm qeyd eləyəcəm. Deməli, maşınımızın ili 1985-ci il istehsaldır. Motor 011 karovka 4, motoru yağ yemir, karovkası atmır, difrində səsi yoxdur. Maşınımızın ümumi kosmetik işə ehtiyacı var. Start qiymət bugünkü belə deyək, bugünə olan start qiyməti 2400 manat. Real alıcıya təbii ki maşının yanında endirim olunacaq. Maşın sahibinin nömrəsi 051 807 01 11. Maşın sahibinin adı İbrahimdir. Maşına ucarda baxmaq mümkündür. Barter maraqlıdır. Nağd pula ehtiyac olduğu üçün maşın satılır. Gördüyünüz kimi salonu göstərdim. Baxın, salon belə vəziyyətdədir. Yenə də qeyd edirəm, maşınımızın göründüyü kimi, yəni kosmetik işə ehtiyacları var. Stəkan yerləri belə vəziyyətdə, deməli yük yeri yağlanıb. Gördüyünüz kimi baxın, belə vəziyyətdədir. Çürüyü çarığı, maşınımızın çürüyü çarığı çıxıb. Belə deyək, çürüyü çarığı yoxdur. Bir dənə, yəni yüngül dəmirçi işləri var. İstəsəniz eləyə bilərsiniz, istəsəniz eləməyə bilərsiniz onu da. Bir dəqiqə bu buranı açım. Aha. Salon gördüyünüz kimi səliqəli. Motorxananı çəkim, göstərim. Motorxana da gördüyünüz kimi belə vəziyyətdə akkumulyator yeni. Yenə də qeyd edirəm, maşının motoru, karovkası ideal vəziyyətdədir. Xadava sistemi yaxşı vəziyyətdədir. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyim əlaqə nömrəsinə zəng edib maraqlana bilərsiniz bu maşın haqqında.